Baxın mövzunun önəminə. Fəth surəsindən ayə oxuyuram sizə. Deyir, Allah müşrik kişi və qadınlara, münafiq kişi və qadınlara əzab verəcək. Bunların xüsusiyyəti nədir? Bunlar Allah barədə pis gümandadılar. Sadə görünən məsələdir. Amma görün Allah necə qınıyır. Niyə mənim rəhmətimə arxalanmırsan? Niyə mənim qüdrətimə arxalanmırsan? Niyə mənim vədələrimə inanmırsan? Sonra görün nə tünd danışır Allah bunlar barədə. Allah deyir, pis fikirləri başlarına gəlsin onların. Allah onlara qəzəb eləyəcək. Allahın qəzəbi olsun onlara və lənət olsun onlara. Onlar üçün cəhənnəm hazırlanıb və o nə pis dönüş yeridir. Niyə bu qədər əzab? Allah haqqında düz fikirdə olmadıqlarına görə. Allahdan xeyir gözləntisində deyirlər. Allahın rəhmətinə ümidvar deyirlər. Allah qəddar deyil, belə sözlər danışır. Allah rəhimlidir. Bunların vəziyyəti görün nədir?